Avronun özlüyündə güclü olması mütləq deyil. Dolların mövqe itirməsi kifayətdir. Dollar zəifledikdə investorlar dollar aktivlərini azaldırlar, kapital alternativ valyuta yenidən paylanır, avro bu axını bir hissəsini təbii qəbul edicisinə çevrilir. Əlavə faktor, FED-dan fərqli olaraq daha ehtiyatlı və ardıcıl hərəkət edən Avropa Mərkəzi Bankı, yəni ECB siyasətidir. İqtisadiyyatın yavaşlamasına baxmayaraq Avrozona nümayiş etdirir. Daha bahalaşdırılmış ticarət balansı, inflasiya təzyiqinin azalması, monetar stimullaşdırmadan daha az asılılıq. Bu valyutanın qlobal yenidən qiymətləndirmə şəraitində avronun daha da az əsas edir. Valyutalar ilk növbədə inam deməkdir və əgər investorlar dollara şübhə ilə yanaşmağa başlayırlarsa, hətta problemli avro belə daha üstün görünə bilər. Qrafiklər baxımından avro əsas dəstək səviyyəni qoruyur. Hər geri çəkilmə zamanı alış olur. Orta müddətli yüksələn impuls formalaşır. Bu, sürətli artım demək deyil, lakin perspektivdə stabil möhkəmlənməyə işarə edir.